قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم من قتل نفسا بغير نفس أو فساد في الأرض فكأنما قتل الناس جميعا صدق الله العظيم وقال النبي صلى الله عليه وسلم من لا يرحم الناس لا يرحمه الله صدق رسول الله فيما قال أو كمل قال أو قريبا من. Mühterem, değerli Müslüman kardeşlerim, Allah'ın rəhməti, bərəkəti, bu cümə gününün mübarək günün rahmeti, bərəkəti cümlemizin ve bütün ümmet Muhammed'in üzerine olsun. Bugünkü xutbəmizin mövzusu İslam terrorun her növünü lənətləyir olacaqdır. Möhtərəm Müslümanlar, insan yaradılış etibarıyla seven ve sevilen, merhamet eden, her kəslə xoş davranan, gözəl rəftar sahibi olan, ailesi, yaşadığı cəmiyyət və xalq, xülasə bəşər övladları ilə sülh içində yaşayan varlıqdır. Prinsiplərində sülh, yardımlaşma və xoş rəftara əsaslanan İslam dini insanları əmin amanlığa, birliyə, bərabərliyə, sevgiyə, qardaşlığa təşviq edir. Zülümü, azğınlığı və fəsadı qınayaraq məzəmmət edir. Həmçinin zülmün ən dəhşətlisi təzahürlərindən olan terroru da şiddətlə qadağan edir. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm bir qudsi hədisində uca Allahın belə buyurduğunu xəbər vermişdir. Ey bəndələrim, mən zülm etməyi özümə haram etdim. Sizə də haram edirəm. Bir-birinizə zülm etməyin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanlara zərər verməyə və zülm etməyə qarşı çıxmış, bunun əksinə onlarla xoş və mərhəmətlə davranmağı buyurmuşdur. Hədislərdən birində isə insanlara mərhəmət etməyənə Allah da rəhm etməz buyurmuşdur. Allah Resulü sallallahu aleyhi və səlləm başqa bir hədisində də yalnız insanlara deyil, yer üzündəki bütün canlılara şəfqətlə yanaşmağı buyurmuş. Allahın rəhmətinə nail olmaq üçün yer üzündəki canlılara qarşı rəhimli davranmağın vacibliyinə diqqət çəkmişdir. Əziz möminlər, Allah Azze ve Celle Kur'an-ı Kerim'de haksız yere cana kıymağı haram buyurmuş, birini qəsdən qətlə yetirməyin en ağır cezasının əbədi qalacaq cəhənnəm olduğunu bildirmiş. Nisa suresinin 93. ayetinde Allah Azze ve Celle belə buyurur. Hər hansı bir kəs bir kimsəni öldürməmiş, bununla da özündən qisas alınmağa yer qoymamış ve yeryüzünde fitne fesat törətməmiş bir şəxsi öldürərsə, o bütün insanları öldürmüş kim olur? Bu ayədə haksız yere bir insanı öldürməyin, bütün bəşəriyyəti öldürməyə beraber bir cinayət olduğunu xəbər vermiştir. Əziz Müslümanlar, bəzən qeyri-müslim ve İslam'ın düşmanları, bütün ümmət-i Muhammedi, müminləri terror diye təqdim eden, ister medya olsun, ister dünya olsun, bir mənalı bilməlidir ki, adı her ne olursa olsun, zorakılığın, anarxiyanın ve terrorun İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür hərəkətləri mərhəmət və ehtiram dini olan İslam'a aid etmək doğru değildir. Dinimiz her cür anarxiya, fəsad, təxribatçılıq, işgəncə və əziyyəti, xülasə terrorun hər növünü və şiddəti mütləq şəkildə qadağan etmiştir. Değerli müminler, terror insanlığa karşı büyük cinayettir. İslam'ın terroru insanların canına qəsd etməyi şiddetle haram buyurduğunun fərqində olarak bəşəriyyətin əsayiş ve salamatlığı üçün dua etməli, Rəbbimizə sığınmalıyıq. Çünkü Rəbbimiz bu haqda Bəqərə suresinin 208. ayetinde belə buyurur. Ey iman gətirənlər, hamınız bir yerde sülhə, İslam'a gəlin. Şeytanın yolu ilə getməyin, çünkü o sizin açıq düşmanınızdır. Əziz Müslüman, mömin qardaşlarım, bugün elə bir dünyada yaşayırıq ki,
silahların en aktif olduğu ve en güçlü silah olan elimin ileride olduğu bir dönemde yaşayırıq. Ona göre de bunu niye söyledim? Bir Müslüman feraset sahibi olmalıdır. Bir Müslüman ağıllı olmalıdır. Bir Müslüman qabaq görən olmalıdır. Bu kimi fitnelere, dünyanın harasında olursa olsun, bu kimi fitnelere özümüze ibrət götürərək daha çox ümmət olaraq güclü olmaya çalışmalıyıq. Ümmət olaraq birləşməyə çalışmalıyıq. Rəbbim bizi o kimi fəsadlardan, fitnələrdən və ümmətin içinə salan fitnələrdən mühafizə eyləsin. Bizi ağıl sahibləri eyləsin. Ən böyük neymət olan ağlımızı əlimizdən almasın. Bizim bərabərliyimizi pozanlara fürsət verməsin. Amin.